9-cu siniflər buraxılışda yüksək yazıb 10-cu 11-ci sinifdə rahat qaymaq üçün belə axıb getməyini istəyirsə 10-cu 11-ci sinifin bizim bu deyəcəyimiz proqrama mütləq diqqət yetirin. Dəyərli valideynlər, siz də uşaqlarınıza görə çalışın bu videoya baxasınız. Bismillah getdi. Uşaqlar, sizlər üçün mart ayının əvvəlində bir aylıq, ay yarımda hətta, bir ay yarımdan çox bir proqram müəyyən edirik. Həmin proqramla, yəni bizim onlayn dərsdə hər kəs qoşula bilər. Hara hazırlığa gedirsən, get, fərqi yoxdur. Dərsləri axşam saatlarına saldırıq və bir aylıq full proqramdır. Onunla deyirsən, orada həm sınağı işlədirik, həm dərs keçirik, həm dərs izah veririk, həm sınaq izah veririk, həm mətn işlədirik. Hər şeydə, hər şey. Yəni 2 il uşağı məktəbdən, hazırlıqdan öyrəndiyi qədər sənə material ötürmüş oluruq. Bu təkrar üçün mükəmməl ki, uşaq öyrənib bilir, hər yerdən dağınıqdır, amma onu biz bir araya toplayıb, yəni servis edib süfrəyə gətirəcəyik, ən gözəl, yəni vitrinə, üzə çıxardacağıq. Bunun üçün uşaqlar qoşulursunuz bizim sürət qrupumuza və bir dəfə ödəniş olur, 45 manatdır, ikinci dəfə ödəniş yoxdur. Yəni bir ay tamam oldu, hələ imtahana 10 gün, 15 gün var, problem yox. Yəni də qalırsan orada. Yəni bircə dəfə cəmi ödəniş edirsə, imtahana kimi tam rahat bizlə hazırlaşmış olursun. Və sən elə cür indi biləcəksin ki, ola bilsin ondan sonra yenə təkmilləşmə qruplarımız olsun və sən artıq 10-cu sinifdə Azərbaycan dilləri çəkməyəcəksin. Bəlkə 3-cü qrupsan, sənin üçün lap ideal. Bəlkə polisə yoga getmək istəyirsən, sənin üçün yəni mükəmməl, ideal fürsətdir. Çalış bu fürsəti qaçırmayasan. Və yaxud yüksək bal toplamaq istəyən digər qruplarda, məsələn 4-cü qrupsan, 2-ci qrupsansa, yəni bu sürət qrupu sənin üçün də mükəmməldir. Qoşulmaq üçün 055 597 0151-ə yazırsınız və salam gəlirsiniz bizlə qəşəng hazırlayırsınız. Yəni onlayn olur. Biz gəlirik, siz gəlmirsiniz. Biz gəlirik, rahat hazırlayırsınız. Sənə bir dənə telefon lazımdır. Oradan rahat girəcəksən, Zoom-la atacağıq linki, baxacaqsan. Ondan sonra dərslər də oradadır, hazır, yükləmişik. Girib baxacaqsan, yəni fərdi hazırlıq kimi bir şey olacaq. O qədər rahat, uyğun, əlverişli, qoy kasbın balası oxusun da, nə paxıllıq. Belə, bu qədər. Hər birinizə uğurlar arzulayıram. Sağ olun.